Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Əziz qardaşlar, bugün ilk öncə öz nəfsimə, sonra da sizlərə nəsihət və tövsiyə eləmək istəyirəm. Bu da başlanğıc olaraq qardaşlar Allahdan qorxmaqdır, təqvalı olmaq, təqva sahibi olmaq. Allah Azze ve Celle'dən haqqıyla qorxmaqdır. İkinci məsələ, qardaşlar, Allah Azze ve Celle insanı yaratdığı zaman, xəlq etdiyi zaman, onun düşmənləri olaraq da bəzilərini yaratmış, var etmiş və qoyub. Onun üçün bəzi şeylər var ki, insanın düşmənidir və Allah Azze ve Celle bizlərə onları düşmən tutmağı əmr eləyib. İnsanın, qardaşların, öz düşmənini tanıması, bu ona imkan verir, onunla mübarizə yollarını, döyüş yollarını öyrənməyə və bilməyə. Hansı halda, hansı cür onlarla döyüşə bilər, hansı cür onlara qalib gələ bilər. Xüsusən, kim ki, həmin düşmənləri yaradandır, onlardan xəbərdardır. Xəbəri var yaratdığından və sənə deyir. Onun üçün, qardaşlarım, biz bu halda Allah Azze ve Celle'yə baxmalıyıq ki, Rəbbimiz bizə kimin dost, kimin düşmən olduğunu qeyd edib. Kimdən bizi çəkindirib ki, uzaq dur ondan, çünki sənə zərər vuracaq. Bəzən problemli olan hallardan biri nədir, qardaşlar? Biz düşmənin təyinini özümüz eləyirik, öz nəfsimizə bıraxırıq. Razı qaldığımızı dost, nəfsimizin, canımızın narazı qaldığını isə düşmən qəbul edirik. Onun üçün problemlərimiz buradan başlayır. Lakin Allah Azze ve Celle, qardaşlarım, Quran-ı Kərimdə bizə 4 düşməndən uzaq durmağı, onlardan qorunmağı, ehtiyatlı olmağı əmr eləyib. Özünü qorumalısan. Onlardan birincisi, qardaşlarım, şeytandır. Şeytan da Allah Azze ve Celle buyurur, İnne şeytane lekum aduvun. Şübhəsiz ki, şeytan sizin düşməninizdir. Sonra əmr eləyir. Fəttəxiduhu aduvvə. Düşmən olaraq qəbul edin onu. Sən onu dost tutmamalısan. Bir kəs, qardaşlarım, əgər şeytanın əmrlərinə itaat edərsə, ardıca gedərsə, yolunu izləyərsə, addımlarına tabi olarsa, o onu dost tutmuş olar. Allah Azze ve Celle bizlərə nəinki şeytana tabi olmağı, hətta addımlarını izləməyi belə qadağan edib. Aydındır, şeytanın izləri, addımları. Onun üçün, qardaşlarım, şeytan açıq, aşkar düşmandır. Allah Azze ve Celle bizə onu barədə xəbər verir. Və insan düşmənini dost qəbul etməz. Hansı şey, qardaşlarım, dünyada sənə, malıva, evivə, ailivə zərər gətirən birini düşmən qəbul edirsən, nə yaxınına gedirsən, nə salamını verirsən, nə salam alırsan, nə övladları və uşaqları onunla oturub durmağa icazə verirsən. Çünki nədir? Sən dünyaya yaşadığın həyatı var, malı var, manatı var, pulu var, zərər gətirir. Və ya uşaqlar bu poza bilər. Onun üçün ehtiyatlı olursan, tutursan ehtiyatı var, uzaq tutursan uşağı, özüvü, ailövü xəbərdar edirsən, bax ondan uzaq dur. Beləcə də bizi yaradan, aləmlərin Rəbbi olan Allah bizə xəbər verir və əmr eləyib. Fəttəxidu, əmrdir bu. Aydındır? Düşmən olaraq qəbul etməlisən, tutmalısan. Düşmən olaraq qəbul etmək nədir? Onlara itaət etməmək, şeytana itaət etməmək, ardınca getməmək, yolunu izləməmək. Çünki şeytan öz ardıcıllarını, qardaşlarım, zəlalətə çağırır. Liyəkunu min əshabis sa'ir. Onlar cəhənnəm əhlindən olsunlar deyə. Vallahi, qardaşlar, vallahi, bu düşmən yatan deyil, dincələn deyil. Aydındır, yatmır, dincəlmir. Ta ki səni özü ilə bərabər cəhənnəmin dibinə sürükləmədikcə, səni özü ilə ora aparmadıqca dincəlməyəcək. Digər düşmənlər insanın özündən, növündən, cinsindən olan yatır, dincəlir, rəhmi gəlir, yazığı gəlir. Lakin bu vəd verib, subhanallah, səni azdıracağına, Adəm övladını yoldan çıxaracağına,
yolunun üzərində oturub pisliyə aparacağına. Vəd verib subhanallah. Aləmlərin Rəbbi ilə danışanda möhlət istəyir səni azdırmaq üçün. Və bu gün insan iki seçim varkən xoşbəxtçilik və bədbəxtçilik. Bədbəxtçilik yolunu tutursa şeytanı özünə dostlayır. Sonra isə qardaşlarım, ikinci düşmən insanın nəfsidir. Çünki nəfslər bölünür, bir neçə nəfsə bölünür. Lakin onunla ən pis halda davranış üzərində olan pisliyi əmr edən nəfsdir. Allah Azza və Cəllə buyurur ki, qardaşlarım, ikinci qadağa Quran-ı Kərimdə bizim düşmən tutmağımızı əmr etdiyi özümüzük, subhanallah. Özümüzük. İçində daşıdığım bir nəfs var. İnnən nəfsə ləəmmərətun bis-su. Şübhəsiz ki, nəfs hansı ki növlərindən biridir. Bu pisliyə əmr edər, aparar. İllə mə rahimə Rabbi. Rəbbimin rəhm etdiklərindən başqa. Kimdir onlar qardaşlarım? Kim ki şeytanı özünə dost tutmaz, ardıca getməz, yolunu yol etməz. Çünki qardaşlarım, insanın nəfsi öz sahibini çoxlu günah etməyə, azğınlığa aparar. Çünki nəfs ona xoş gələn şeyləri etmək istəyir. Sən bu nəfsi tərbiyə etməlisən. Vallahi, vallahi qardaşlar. Alimlər deyirlər ki, əgər sən bu nəfsi yaxşı bir işlərlə məşğul etməsən, o səni pis işlərlə məşğul edəcək. Onun üçün qardaşlarım, alimlər deyir ki, insanın nəfsi xain şərik kimidir. Xain şərik kimidir. Sənin şərikin var, lakin xaindir. İnsanın qardaşlarım şərikini hesaba çəkir. Yəni nəfsi öz başına, boşuna buraxmırsan. Hesaba çəkirsən. Muhasabətün nəfs deyilir bu. Nəfsin hesaba çəkilməsi. Haqq esə bilirsən, çünki qardaşlarım, dünyavi şəriklə sənin söhbətin, onu hesaba çəkməyin dünya malı üçündür. Hansı ki, orada utmaq da, uduzmaq da sənin axirətinə zərər etməz. Lakin içində daşıdığın bu nəfsi, bu canı hesaba çəkməsən, bunun sorğusu axirət hesabı üzərindədir. Xəsarətin harda olacaq, uduzmağın harda olacaq? Axirətdə. Bu nəfs sənə axirətdə uduzmağı gətirəcək. Çünki dünyanın ləzzətlərinin üzərində olmağı sənə istəyir. Deyir, dünya ləzzətləri. Çünki qardaşlarım, cəhənnəm bəzədilib nəfsə xoş gələn şeylərlə. Xoş gəlir insanın nəfsinə haramlar, həddə aşmaqlar, üsyanlar və tuğyanlar. Yalnız bu qardaşlarım, insan istisnadır, Allahın rəhm etdikləri bundan istisnadırlar. Sonra qardaşlarım, ən mühüm hallardan biri də pis dostlardır. Quran-ı Kərimin bizə, Allahın bizə düşmən tutmağımızı əmr etdiyi, uzaq qalmağımızı söylədiyi, bizə buyurduğu düşmənlərdən biri də pis dostlardır. Pis dostlar qardaşlar. Onun üçün Allah Azza və Cəllə buyurur: "Əl-əxillə yevmə idin ba'duhum li ba'din adu." O gün xəlil ən yaxın dosta deyilir qardaşlar. Ən yaxın dost. O gün qiyamət günü ən yaxın dostlar bir-birinə düşmən olacaqlar. Səbəb nədir qardaşlar? Çünki onlar axirət dostluğu etmədilər. Bir-birinə yaxşılığı əmr edib pislikdən çəkindirmədilər. Pislik üzərində. Onun üçün qardaşlarım, Allah bu dostlardan istisna edir. İlləl muttəqin, müttəqilərdən başqa. Yəni bütün dostlar bir-birinə düşməndir. O kəslər ki, təqva sahiblərdir, yaxşılıqları əmr edər və pisliklərdən çəkindirərlər. Çünki qardaşlarım, insanın dostu kimdirsə, özü də odur. İnsan özünə görə, şəxsiyyətinə görə sayılmaz. Dostuna görə sayılar. Yəni bir insanın ətrafı, pislər, haram üzərində olanlar, günah və asilikdə oturub duranlardasa mümkün deyil ki, sən salih olasan. Mümkün deyil. Talihlərlə oturub duran, salihlərlə yadırğıyar. Və dostu pis olan, qardaşlarım, müttəqilər qardaşlar, təqva sahibləri, onlar qəriblərdir, qurabədirlər. Qəribdirlər. Digərlərinin içində sən, yəni əyrilər var, bəzi məsələlər deyirlər ki, qardaşlar, qozbellərin yanında düz qamətlilər ayıblı görkər, subhanallah. Bir yerə girmişsən, hamı qozbeldir, hamı əyridir.
düz qamətli olan şax adam var, onlara görə ayıblı sənsən, subhanallah. Çünki birinci məsələ nədir? Dost tutduqları düşməndir, şeytandır. İtaat etdikləri nəfsləridir. Oturub durduqları pislərdir. O qədər insan pislərlə oturub durar ki, pislər onlara yaxşı görkər. Onun üçün, qardaşlarım, günah üzərində olan, məsələn, insanın yaxşı insanlarla, ibadət əhli ilə oturub durması, bəzən olur, məsələn, hətta ibadət əhlindən olan, məsələn, ancaq adam fərzləri qılır. Məsəl üçün deyirəm, səfərə çıxdığı zaman 5 nəfərdilərsə, 4-ü sünnələri qılır. Və bu insan baxır digərlərinə, ondan təsirlənir, o da istəyir dursun qılsın. Ən azı ilk başda utanmağından. Görür, hamı durub, bu oturub. Ya durub utanacaq yəni. Sonra isə xeyr üzərində onlarla bərabər olacaq. Və elə adamlarla oturur ki, 1-ci, 4-cü gün orucdur. Məsələn, adamı qonaq çağırır ki, qardaş, bir dənə məsələn, gedək bir dənə çayçıda oturur, deyir oruca. Deyir, nə orucdur bu? Çünki adam Ramazandan başqa oruc bilmir, də. 1-4 var, ağ günlərin orucu var, ayda 3 dəfə oruc var. Aydındır. Hər dəfə deyir, subhanallah, qoy mən də tutum, təşviq olur. Necə ki, digərləri, qardaşlarım. Necə ki, digərləri. Onun üçün, qardaşlarım, insan pis dostlardan uzaq durmalıdır. Çünki qiyamətdə əs-sahibu sahib. Dost sürükləyicidir, səni aparacaq. Dostun kimdirsə, sən də o olacaqsan. Onun üçün, qardaşlarım, sadiqlərlə Allah Azze ve Celle bizə əmr edir. Kunu məhs-sadiqin, sadiqlərlə bərabər olun. Siddiqlərlə olun. Doğru danışanlarla olun. Aydındır? Onun üçün, qardaşlarım, bu dünyada, yəni ahirətdə kiminlə bərabər olmaq istəyirsənsə, dünyada onunla bərabər olmalısan. Aydındır? Bir məsəl var idi. Firavunla dost olub yaşayıb, ahirətdə Musa ilə bərabər olmağı düşünmə. Yəni, bu mümkündür. Firavunla dost olan Musa ilə bərabər olmayacaq. Aleyhissalatu vesselam. Sonra isə, qardaşlarım, Allah Azze ve Celle öz düşmənlərini düşmən tutmağı əmr edir. Ya yuhəllezine əmənu. Bu, iman edənlərə xitabdır, müraciətdir. Onun üçün sahabələr, alimlər deyirdilər ki, xitab gəldiyi zaman ki, ey iman edənlər, aç qulaqları bu. Allahın müraciəti, xitabı sənədir. Çünki sənə deyirsən, subhanallah, qəlbində iman daşıyırsan, iman etmirsən, Allah sənə müraciət edir. Aydındır? La təttəxidu aduvi və aduvakum avliya. Mənim düşmənlərimi və sizin düşmənlərinizi dost tutmayın. Birinci məsələ, qardaşlarım, bir kəs, bir şəxs, bir yaradılmış Allahın düşmənidirsə, sənin dostun ola bilməz. Aydındır? Allah Azze ve Celle'nin düşmənləri şeytan və kafirlərdir. Asilik və pislik üzərində olanlardır. Sonra isə, qardaşlarım, insanın nəfsi var. Bu, ədəbi və əxlaqı hallardandır. İnsan nəyi bilməlidir? Bir, tutacaq düşmənlər kimdir? Sonra, qardaşlarım, öz nəfsini tanımalıdır. Qardaşlarım, cəza əməlin növünə görədir. Cəza min cinsil əməl. Cəza əməlin növündəndir. Yəni, sənə verilən mükafat və yaxud da cəza var, əzab, sən nə edirsənsə, onun qarşılığıdır. Allah Azze ve Celle səninlə, sən digər müsəlmanlarla necə qarşılıqlı müamilə edirsənsə, Allah da eynisi ilə sənə müamilə edəcək, subhanallah. Bu çox qəribədir və ədalətlidir. İnsan onun üçün nə etməlidir, qardaşlar? Yəni, özünə sevdiyini qardaşı üçün də sevməlidir. Sənə qarşı necə davranılmasını istəyirsənsə, sən də eynisi ilə davranmalısan. Sünnədə, qardaşlarım, sünnədə gələn Muhammed sallallahu aleyhi ve sellem bizə dəhşətli bir hallar öyrədib, subhanallah. Mən sətara muslimən, sətarahullah. Kim bir müsəlmanın ayıblarını örtərsə, onu insanlar arasında açıb yaymazsa, onu biyabır etməzsə, Allah da onu örtər. Yəni, sən necə davranarsan, Allah Azze ve Celle də sənə elə davranacaq. Mən yəssərə alə mu'sirin. Kim çətinlikdə olana asanlıq edərsə. Adam çətinlikdədir. İstər bu borcu olsun, borc vermirsən, istər digər şeylər olsun. Yəssərəhullahu aleyhi fid dünya vəl-əxirə. Allah ona həm dünya həm də axirətdə
asanlıq verər. Məsələ müamilə neydədir? Sən necə davranırsansa, Allah sənə o şəkildə müamilə edəcək, qardaşlar. Sonra gəlir, mən nəffəsə ən müminin kurbətən min kurabid dünya. Subhanallah. Kim bir müminin, müsəlmanın dünya çətinliklərindən bir çətinliyin aradan qaldırarsa, nəffəsallahu anhu kurbətən min kurabil yevmil qiyamə. Allah da onun axirət çətinliklərini aradan qaldırır. Bu, qardaşlarım, ədalətdən də daha üstün fəzilətdir. Sən dünya çətinliyi bir müsəlmanın, məsələn, aclığıdır, bir yemək verməklə aradan qaldırırsan. Borcdur, kömək edirsən, çətindədir, asanlaşdırırsan, Allah Azze ve Celle sənin çətinliyi aradan qaldırır. Sonra isə, qardaşlarım, insanın mərhəmətli olması, kiçiyinə və böyüyünə, cavanına və yaşlısına, qadınına və qızına fərq etməz. İnnəmə yərhamullah min ibadihi ər-ruhamə. Allah öz bəndələrindən mərhəmətli olanlara mərhəmət edər. Subhanallah. Əzab verənə Allah Azze ve Celle qarşılıq verəcək. Zalıma, zülmünə görə intiqam alınacaq. Mərhəmət edənə isə Allah Azze ve Celle mərhəmət edəcək. Və həmçinin bu qarşılıqlar görürsünüzmü Allah Resulü'nün hədislərində? Subhanallah. Sonra vallahu fi aunil abdi. Allah qulunun yardımı və köməyindədir. Subhanallah. Bu bilsə nə demək? Bu vəddir. Sadiq olan və dediyi təsdiqlənən sadiq əl-məsduq. Yəni özü sadiqdir, doğru danışandır və dediyi hər kəlmə Allah tərəfindən təsdiq olunur. Ki, bəli, düz deyir. Subhanallah. Bizə deyir ki, kim bir qulun, müsəlman qardaşının çətinliyini qaldırarsa, köməyində durarsa, yanında olarsa, Allah ona mütləq kömək edəcəkdir, qardaşlar. Sonra kim borclu bir müsəlmana vaxt verərsə, Allah Azze ve Celle onu qiyamət gününün çətinliyindən qurtarar. Subhanallah. Vaxt verir ona. Çətinlikdə də qaytara bilmir, borcda da keçə bilmir. Sonra Allah Azze ve Celle hədisdə gəlir, Əl-Rahimun, mərhəmətlilər, Yarhamuhumur-Rahman, Rahman onlara mərhəmət edəcəkdir. Başqa hədisdə gəlir ki, Ənfiqyə İbn-i Ədəm, ey Adəm oğlu, xərclə, qorxma. Xərclə, mülk kimin mülküdür? Allahındır. Bəzən qardaşlarım, insan əlində olanı Allah üçün, məsələ burada Allah üçün olandan gedir, ha? Allah üçün olanı xərcləməyə qorxur. Elə bilir ki, bu xərcləsə Allah yolunda azalacaq. Bilmir ki, zaten səndə olan bu var, onu da sənə Allah verir. Allah üçün xərclənən azalmaz. Necə ki, Muhammed sallallahu aleyhi ve sellem deyir, sədəqə malı azaltmaz. Sədəqənin adı kimi özü sadiqlikdir. Sənin Allah qarşısında imanın təsdiqidir. Aydındır? Çünki bunu sənə məcbur edən yoxdur. Sən sadiqsən, kimsə bilmədən Allah üçün malından verirsən. Unfiq aleykə, sən xərclə, mən də sənə verəcəm. Sonra gəlir qardaşlarım, mən tətəbbəə avrat-ı əxihi. Kim öz qardaşının ayıblarını izləyərsə. Necə ki, xeyr üzərində olsun sənə qarşılıq verirlər. Allah Azze ve Celle də tətəbbəəllahu avratəhu. Allah da onun ayıblarını izləyər. Üzə çıxardır. Hətta bir insan qaçıb evində, sandıqda gizlənsə belə, evinə girib, qapını örtüb, kilit, seyf qapısını bağlayıb, sandığa girib, ağzını bağlayıb, çöldə onun evlərindən danışırlar, subhanallah. Çünki qarşılıq nə idi? Bir müsəlmanın eyiblərini açmaq olmaz. Başa düşürsünüz? Hə? Açmaq olmaz. Başqasına danışmaq olmaz. Əgər bir xatası varsa, səhvi varsa, nə edirsən? Onu nəsihət edirsən, düzəldirsən. Amma bir kəsin eyiblərini başqalarına onu alçaltmaq üçün danışırsansa, o zaman insanın eyibləri də asılacaq. Kim zərər verərsə, qarşılıq olaraq zərər görər. Kim çətinlik edərsə, ona da çətinlik gələr. Onun üçün İbn-i Qeym rahimehullah qardaşlarım buyurur ki, Allah Azze ve Celle öz quluna onun etmiş olduğunun qarşılığında davranır. Necə ki, qul insanlara davranır. Yəni, o insanlara necə davranırsa, sənə də eləcək davranır. İnsan yəqin üzərində olmalıdır ki, qardaşlarım, Allah Azze ve Celle'nin ilahi sünnəsindəndir. Sünnət Allah'dır. Allah'ın bu
qullarına qarşı yolundandır. Yolundandır ki, insan özündə düşünməlidir, nəfsində düşünməlidir və doğru düzgün qərar verməlidir. İnsan hansı halda onunla davranılmasını istəyirsə, o şəkildə də davranmalıdır. Və həmçinin qardaşlarım, qayda olaraq yadınızda qalsın, xatırlayın. Salih əməllərin edilməsi. Əgər bir insan salih əməllər edəcəksə, bunu ixlas üzərində etməlidir. İstər qardaşlarına qarşı müamilədə olsun, davranışda yəni. İstər verdiyində olsun, istər aldığında. Bütün həyatında ixlas üzərində olmalıdır. İxlasın, qardaşların 4 qaydası var. 4 usul qayda üzərində ixlas qurulur. Bu önəmlidir, vallahi. Bu önəmlidir. Müsəlman bunu yadda saxlamalıdır. Yəni, bir əməldə insan, çünki ixlas nədir? Əməlin ruhudur və qəlbidir. Olmazsa, ruh olmazsa cəsəd sağ olarmı? Sağ ola bilməz, ölüdür, meyitdir. Qəlb olmadan yaşayar mı? Yaşamaz. Onun üçün, qardaşlarım, insan etmiş olduğu əməldə nə etməlidir? 4 məsələdə diqqətli olmalıdır. Əməli Allah tərəfindən qəbul olunsun deyə. Birinci qayda, qardaşlarım, tə'cil əl-əməl. Əməli tezləşdirməlidir. Nəsə eləyəcəksə, Allah üçün düşünür, Muhammed qardaş, düşünür, itaət var, nəysə düşünür ki, bu itaət eləmək istəyirəm. Onu həmən eləməlidir, həmən. Məsələn, adam durub namaz qılmaq istəyir. Həmən dur qıl. Şeytan səninlə, qəlbinlə o itaət arasına girmədən orada mübadərə lazımdır. Sən tələsməlisən. Yoxsa edərəm, 5 dəqiqə keçsin, atsa uzanır. Yox, vallahi dur elə, sonra uzanarsan. Çünki uzanmaq yenə var. İbadətlə sənin qəlbinin arasına şeytan girə bilər. Aydındır? Qul xeyri etməyə fəvran, həmən qalxmalıdır. Təsvif etməməlidir. Yəni sonra edərəm. Etməməlidir. Və yaxud da xeyr iş görmək istəyir. Aydındır? Xeyr iş görmək istəyir. Allah üçün yardım etmək istəyir. Sədəqə vermək istəyir. Filan şeyi demək istəyir. Nəsihəti etmək istəyir. Xəstəni ziyarət eləmək istəyir. Sonraya saxlama. Həmən insan mübadərə lazımdır. Buna getməlidir. Çünki Quran-Kərimdə Ali-İmran surəsinin 133-cü ayəsində çox ayələr var, qardaşlar. Bu şəkildə Allah Azza və Cəllə bizə xeyirlərə tələsməyi əmr edir. وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ Rəbbinizdən olan məğfirətə, bağışlanmaya tələsin, deyir. فَاسْتَبِقُوا الْخَيْرَاتِ Xeyirlərə qaçın. فَفِرُّوا إِلَى اللّٰهِ Allaha qaçın. Firar. Bizdə fərari söz var, qaçan. Firar nə deməkdir? Qaçış. Allah özünə qaçmağı əmr edir bizə. Ona nə ilə qaçırsan? Bütün xeyir əməllərdə, qardaşlar, tələsmək əmr olunur. Ömər ibn Xattab deyirdi ki, bütün işdə tələsmək zərərdir, xeyir gətirməz, itaətlərdən başqa. Digər işlərdə düşünməlisən, tədəbbür etməlisən. Aydındır? Baxmalısan. Yavaş-yavaş düşün, məşvərət elə. İnsanlarla məsləhət al. Bir işdən başqa, xeyirdən başqa. Həcca getməyə düşünmək lazım deyil. Bismillah, getdin. Ümrəyə getməyə düşünmək lazım deyil. İstixara. Xeyri və zərəri bilinməyən şeylər də olur. Adam hacca gedir, deyir, istixara eləyim. Qardaş, bunun xeyri 100%'lıqdır da yəni. Namaza istixara edilməz. Zəkata istixara edilməz. Sədəqəyə istixara edilməz. Aydın, Allah yolunda çıxmağa, getməyə, oturmağa, durmağa, nəfəs almağa, canları vermək istixara edilməz. İstixara nəyə edilir, qardaşlar? Sonucu bilinmir. Çünki deyirsən, Allahın mənim üçün xeyirdirsə, sənin üçün hac, zəkat, oruc, namaz, hamısı xeyirdir. Bunda istixara olmaz. Bunda edilmir, qardaş. Bunda edilmir. Şaşırdım asıl. Onun üçün Allah bizə əmr eləyir. Qaçın. Nədir? Düşdü qəlbə xeyir eləmək. Nə etməlisən? Həmən onu eləməlisən. Yoxsa şeytan girib qoymayacaq. Barmağı oradadır. Eşələyəcək sənin üçün. Sənə görə dəlillər getirəcək. Bu il məsələn getmə, borcun var, filanın var. Məsələn deyirəm, hansı ki, yəni dəyərə, düşünməyə lazım olmayan bir qədərindədir. Və yaxud da bunu elə sonra eləyərsən, yaşlaşanda 3 ildən sonra, 5 ildən sonra bu olmaz. Və həmçinin Muhammed sallallahu aleyhi ve sellem deyir ki, bədiru bil ə'məl, salih əməllərdə tələsin.
Çünki fitnələr gələcək gecənin zülmətinin gəldiyi kimi. Necə gəlir? Birdən görsən ki, gəldi yəni. Elə bir sürətdə gələcək. Hasan-ül Basri rahimehullah deyirdi ki, İyyəkə və təsvif. Sonra deməkdən səni həzər edirəm və çəkindirirəm. Sonraya girmə. Çünki sən bugünün oğlusan, sən bugünün adamısan, bugünün dirisisən. Sabah səndə bilinmir nəsən. Aydındır? Fə innəkə biyevmikə və lestə biğadik. Sən bugün indi buradasan da qardaş. Sabah edərəm nə deməkdir ki? Nə deməkdir bu başa düşmür? Hə? Sən indi buradasan da qardaş, niyə eləmirsən? Sən bugünün adamısan. Sabahın adamı deyilsən. Və həmçinin qardaşlarım, əməlin həm də gecikdirilməsi riya qapısını da aça bilər sənin üçün. İndi fürsətdir, kimsə yoxdur, sən xeyri eləyə bilirsən. Sabah kiməsə görə də eləyə bilərsən. Filan kəs də gəlsin, görsün deyə bilərsən. Aydındır? Onun üçün qəlb adı kimi çevriləndir. Qəlb nədir? Qəlib sözü çevrilən deməkdir. Dönür, çevrilir. Aydındır? Onun üçün qardaşlarım, niyyət gəldiyi vaxt var, daima qayda olaraq yadında saxla. Həmin vaxt ən təmiz olur, ən safı olur. Əməli etmək üçün ən saf fürsət həmin andadır. Sonrasında düşünürəm ki, qoy Mansur görsün, nə bilim Harun görsün, İbrahim görsün, Muhammed görsün, Rasim görsün, o görsün, bu görsün. Düşüncə, ən təmiz əməl, niyyətin sənə gəldiyi vaxtadır. Eləmək istəyirəm bugün, indi, bu dəqiqə, elə vallahi, elə. Yoxsa qardaşlarım, sənə şeytanın xainliyindən vəsvəsəsi gələcək, sənə xəyanət etməyə sövq edəcək. Bu birinci qaydadır qardaşlarım. Əməli gecikdirməmək, əmələ tələsmək, niyyət gəldisə həmən onu etmək. İkinci qayda qardaşlarım, əgər salih əməli etmisənsə, təsğir əl-əməl. Əməli kiçik görmək, yəni böyük görməmək ki, bunu mən eləmişəm, bu oğlan. Buna nə deyirlər qardaşlarım? Ucub xəstəliyi var, yəni özünü bəyənməkli. Nəsə eləyib, adam eləyib, düzdür, həqiqətən. Sən böyük işlər eləyib, böyük xeyirlər eləyib. İçində özünü bəyənir ki, filan kəs heç bunun yarısını da eləməyib. Mən heç bunun yanında dura bilməz. Əməl olaraq, nəyin ki, mənlə baş-başa gəlsin, filan kəs kimdir ki? Başa düşülür. İnsan nə eləməlidir? Ki, etdiyi əməli düşünməlidir ki, bunu sənə Allah müvəffəq eləyib. Allah izin verməsəydi, subhanallah, bax, Allah sənə icazə verməsəydi, sən bu əməli edə bilməzdin. Sən ona təşəkkür etməlisən, şükr etməlisən. Ya Rabbi, əlhamdülillah, sənə şükürlər olsun. Sən məni xeyir əməl etməyə müvəffəq elədin. Çünki xeyrə müvəffəq edən də Allahdır yaxı. Əməli şey görməməlisən. Onun üçün, qardaşlarım, insan öz əməlini az görməlidir. Nə qədər çox etsə, onu kiçik görməlidir. Çünki cənnətin müqabilində, Allahın məğfirətinin, rəhmətinin müqabilində, qiyamət günü Muhammed sallallahu aleyhi ve sellemlə hovuzun başında sahabələrlə, Abu Bakr və Ömərlə bircə olmağın müqabilində, sən xərclədiyin də, verdiyin də, dediyin də, etdiyin də, oruç tutduğun da, haca getdiyin də kiçikdir. Kiçikdir, qardaşım. Çünki bu saydıqların var, əməl olaraq. Hamısına sənə icazə verən odur. Rəbbim icazə veribsən, müvəffəq edib. Aydındır? Onun üçün az görməlisən və özünü bəyənməməlisən. Müminun surəsinin 60-cı ayəsində qardaşlarım, Allah azza və cəllə deyir ki: "Vəllezîne yu'tûne mə âtu", o kəslər ki, verdiklərini verirlər, və qulûbuhum vacileh. Amma qəlbləri qorxur yenə də, narahatdır. Onu böyük saymır yəni. Allah qəbul edərmi, etməzmi? Aydındır? İnsan verdiyi var, Allahın ona verdiyindəndir. Gör Allah azza və cəllə nə qədər rəhmlidir. Məsələn, zəkat üzərindən hesablasaq, 40-dan 1-in verirsən. Allah sənə 40 verir, sən oradan 1 verirsən. Sənə verilmiş 40-ı böyük görmür, şükrü nədir? Özünün verdiyi 1 var, istəyir ki, kasıb, hansı ki, onun haqqıdır. Ömür boyu bunu görəndə belə eləsin ki, Allah razı olsun, Allah razı olsun. 40-dan 1-in verirsən, bəs sənin başın yerdən çox tez qalxır. Sən də sənə 40-ın verən qabağından başı qaldırmadan. Yadıva düşmür, yadıva düşmür. Birin verir, onu həmişə görəndə içində bir dənə şey oynayır ki, ona keçən səfər mən kömək eləmişəm, məsələn, o mənə təşəkkür etsin. Təşəkkür etməyən də qəzəblənir. Gələn səfər mən buna yaxşılıq eləməyəcəm.
Çünki özünə qarşı şey olub axı və sənin Allaha qarşı etmiş olduğun o qədər şey haramlar və günahlar, asiliklər var ha, birini düşünmür. Aydındır? Onun üçün qardaşlarım, qorxmalısan sən, verib qorxmalısan ha. Verməyən heç. Bu qorxsun. Verən də qorxsun. Verən də qorxsun. Əbu Bakrin qızı radiyallahu anhunun Ayşə anamız, Allah ondan razı olsun, möminlərin anası. Yalnız möminlərin anası, Əhl-i Sünnənin, bizim. Bu ayəni eşidəndə deyir ki, ya Rasulallah, o qorxanlar var ya, məsələn, pulu verir, neysə eləyir də, xeyir iş eləyir. Hə, Muhammed qardaş. Niyə qorxur? Xeyr əməl eləyən qorxmalıdır. Hə? Niyə qorxurlar? Ayşə anamız deyir ki, Əhumullədinə yəsrukun və yəznun. O xeyir əməllər eləyən var. Oğrulardır onlar. Yəni, oğrudur eləyir, amma yenə də oğurluq da eləyib. Zinakardır. Ona görə qorxur. Muhammed s.ə.v deyir ki, Lə yə bintəs siddiq. Ey siddiqin qızı. Sadiq olan Əbu Bakrin qızı. Yox. Onlar nə oğru deyil, nə zinakar deyil, nə yalancı deyil. Onlar pis əməl sahibləri deyirlər. Lakin onlar namaz qılanlardır. İbadətdədir adam, başı yerdədir, beli rükuda, dizin çökür Allahın qarşısında. Və yəsumun oruç tutanlardır. Və yətəsaddaqun sədəqə verirlər. Bütün salihləri əmələ yığırlar. Və hum yəxafunə əllə yuqbələ minhum. Onlar qorxurlar ki, onlardan qəbul olmaz. Məsələ vermək də öyle, məsələ verdiyin səndən qəbul etməsidir. Məsələ budur, ixlas, var yoxsa yox. Müvəffəq edibsə verirsənsə, bu nəyə öyrədir? Özü böyük görmə, ucub, bəyənmə ki, mən elədim. Aydındır? Təsəvvür elə, namaz qılanlar, oruç tutanlar, sədəqə verənlər verdikdən sonra qorxurlarsa, gördüyü digərlərinin halı nə olmalıdır? Abdullah ibn Mübarək rahimehullah deyir ki, kiçik əməl sahibini olar ki, niyyəti ilə əməli dağlar boyda olsun. Niyyətinə görə sadiq qəlbdən, səhih qəlbdən Allaha elə bir şəkildə ixlasla verdiyin verər ki, etdiyin edər ki, dağlar boyda böyüyər. Və rubbə əməlin kəbir. Və böyük əməl sahibi də ola bilər ki, olsun ki, tusağiruhun niyyə. Niyyətinə görə əməli kiçilsin. Kiçilsin toz dənəcəyi kimi olsun. Çünki Allah Resulü deyirdi, dağlar boyda əməllərlə gələcəklər. Amma onları Allah həbəən mənfura, göydə uçuşan toz dənəcikləri kimi edəcək. Toz dənəciyi kimi edəcək. Burada qardaşlarım, ixlasla əlaqəsi nədir? İnsanın öz etdiyindən özünü bəyənməsi, əməli kiçildər, batil edər, riya daxil olar. Amma bir əməli kiçik görmə, hesab almırsan, verdiyi hesablamırsan, Allah üçün etdiyi hesablamırsan, bu onu qoruyur. Çünki böyük görmürsən axı, hardasa da danışmaq istəmirsən, kiməsə demək istəmirsən, kiməsə göstərmək istəmirsən, çünki kiçik görürsən. Aydındır? Məsələn, adam böyük hədiyyə gətirəndə, məsələn, biri 1000 manatlıq hədiyyə gətirirsə, 1 manatlıq hədiyyə gətirən istəyir onu gizlətsin. Çünki biri minliyi çıxardanda, sən manatlığı gizlədirsən ki, o da ayıbdır da, yəni mənim manatım. O, böyük əməlin var, onu manat kimi kiçik görməlisən ki, gizlət, batil olmasın. Sonra qardaşlarım, üçüncü qayda, əməli gizlətmək. Əməli gizlətmək. Deməli, bizim qardaşlarım, birinci qaydamız, əməli düşüncəsi gəldisə tez etmək, ikinci, əməli kiçik görmək, üçüncü, nədir qardaşlar? Üçüncü, əməli örtmək, gizlətmək, gizli etmək. Qul qardaşlarım, salih əməlini gizlin etməlidir. Bacardığı qədər gizlin etməlidir. Əgər şəri bir məsləhə yoxdursa, onu üzə çıxartmamalı. Şəri məsləhə nə deməkdir? Məsələn, müsəlmanların ehtiyacı var. Kasıbçılıq yayılıb və yaxud da hardasa Allah qorusun zəlzələ olub, sel gəlib, sədəqə vermək lazımdır. Gəlirsən, çıxardırsan 1000 manat, deyirsən ki, qardaşlar, bu məndən. Burada məsləhə var ki, görüb onlar da qoysun. Bismillah qardaşlar, hamımız artıq onlara da deyirsən. Hamımız kömək edirik müsəlmanlara, bu məndən. Bu mənim maşımın açarı, bismillah. Digərləri də görsün, burada şəri məsləhə var. Aydınlı? Amma yoxdursa, heç bir şey yoxdur. Gəlirsən gizlincə, səninlə onun arasında bismillah qoysan və çıxıb gedirsən. Bu əməli gizlətməkdir.
Allah Azze ve Celle El-Bəqara surəsinin 271-ci ayəsində deyir ki, sədəqələrinizi aşkarda versiniz. Bu gözəldir. Bu gözəldir. Və in tuxfuha, onu gizlətsəniz, kasıblara gizlin versiniz. Fəhuva xeyrun ləkum. Birincisinə deyir ki, bu yaxşıdır. İkincisi isə sizin üçün daha xeyirlidir. Batil eləməyəcəksən o əməli. Aydındır. Sonra Muhammed sallallahu aleyhi ve sellem qardaşlarım Buxari və Müslimin rəvayət etmiş olduğu hədisdə deyir ki, 7 şəxs insan var ki, onlar Allahın qiyamət günü kölgəsində, kölgəlikdə olacaqlar. Onlardan biri də varaculun təsaddaqa bi sadaqatin fəəxfəhə. O kişidir ki, sədaqə verir. Elə bir gizlədir ki, hətta la ta'lemu shimaluhu ma tunfiqu yaminu. Onun sağ əli verdiyini sol əli bilməz. Əyyub Əs-Sıxtiyani qardaşlarım rahimehullah deyir ki, bir kişinin gizlində elə bir salih əməlləri olardı ki, onu nə evdə arvadı bilərdi, nə uşaqları. Subhanallah. Hətta evdə arvadı belə bilmirdi ki, əri məsələn hansısa bir xeyri edib, hansısa bir sədəqəni verib, hansısa bir zəkatı verib, kiməsə kömək edib, kiminsə çətinliyin aradan qaldırıb. O dərəcədə gizlədərdi. Çünki insanın evinin içi, zövcəsi sirçə idi axı. Evdə ən azından başqası olmasa belə onunla söhbət edir. Burada qardaşlarım, ixlasla əlaqəsi nədir? Əməlin gizlədilməsi riya yolunu kəsir, bağlayır sənin üçün. Artıq o yola giriş yoxdur. Riya yoluna giriş yoxdur, yollar bağlıdır. Yollar bağlıdır. Çünki nəfs özü üçün tərifi tapmır. Çünki sevir axı tərifləyəsən onu. Çünki örtəndə, kimsə bilməyəndə tərif yoxdur yaxı. Aydındır, gizlidir. Aşkar olanda tərifə yollar. Dördüncü qayda qardaşlarım, bu da önəmlidir. Minnət etməmək. Minnət qoymamaq. Aydındır, bir nə deyirsən ki, məsələn, nəsə sənə bir şey eləyib deyirsən ki, gözündən gəlsin mənim sənə o etdiyim yaxşılıq. Mən verməsəydim, ölürdün azından. Aydındır, ölərsən bir də görərsən mən sənə kömək eləyərəm. Aydındır, bu minnətdir. Bu minnətdir. Bu olmaz. Aydındır, dünən qarnın səsindən oturmaq olmurdu. Bizdə necə el arasında deyirlər. Qarnım mənim sayəmdə ət görüb, nə bilim, uşaqların qarnı doyub. Bu minnətdir, qardaşlarım. Bu minnətdir. İnsan etmiş olduğu əməllə fəxr etməməlidir. Başqasına minnət qoymaqla. Minnət, qardaşlarım, insanın digər insanların üzərinə özün haqqını izhar edərək, onu alçaldaraq göstərməsi deməkdir. Allah Azze ve Celle qardaşlarım insanları İslam verdiyi üçün minnət eləyir. Minnət eləyir. Kimsə nə Allaha, nə də qullarına minnət elə edə bilməz. Hucurat surəsinin 17-ci ayəsində bu qadağan gəlir. Müddəthir surəsinin 6-cı ayəsində qadağan gəlir. Və bu təkəbbürlükdəndir. Minnət qoymaq özünü digərini alçaldaraq üstün tutmaqdır. Və Muhammed sallallahu aleyhi ve sellem deyir ki, la yədxulul cənnətə mən kənə fi qalbihi mithqalə zərrətin min kibir. Qəlbində miskar zərrəsi qədər təkəbbürlük olan cənnətə girməyəcək. Subhanallah. Bu bəladır. Bu bəladır. Fudayl ibn İyad rahimehullah qardaşlarım deyir ki, insanlar üçün əməli tərk etmək riyadır. İnsanlara görə əməl etmək bu şirkdir. İxlas isə insanı bu ikisindən qurtarandır. Bu ikisindən qurtarandır. Minnət qardaşlarım əməli ifsada uğradır, əməli batil edir, əməl səndən gedir. Çünki qul tezləşdirilmiş tərifin istəyir onu alçaltmaqla, subhanallah. Özündə fəzilət sahibi görür, nəfsini üstün görür. Lakin həqiqi neymət Allahın ona verəcəyidir. Allahın ona verəcəyi. Bu qaydalar qardaşlarım, qəlbin islahı üzərində dövr edən bir hallardır. Əməlin tezləşdirilməsi bu niyyəti qoruyur. Yəni əməli həmən eləmək, əməli tez etmək, sadiqliyi qoruyur əməldə. İxlaslı olursan, tez edirsən, kimsənin xəbəri yoxdur. Riyaya, qapıya, ona buna batil etməyə yer yoxdur. Əməli kiçik görməyə qardaşlarım, qəlbin özünü bəyənməkliyin ucubu səndən aparır. Əməli bax, birinci biz nə demişdik? Əməli tez etmək sadiqliyi qoruyur. Əməli
kiçik görmək səndə özünü bəyənməkliyə aparır. Əməli gizlin etmək riyadan qoruyur. Minnət etməmək təkəbbürlükdən və insanın fəxr etməsindən qoruyur. Allah Azze ve Celle bize وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُ اللّٰهُ مُخْلِسِينَ لَهُ الدِّنْdir. Beyyinə surəsinin 5-ci ayəsində. Əmr olunub ki, onlara yalnız dini Allah'a məxsus edərək ibadət etsinlər. Yəni, ixlasla etsinlər. Və Muhammed sallallahu aleyhi ve sellem deyir ki, İnnəməl ə'məlu bil niyyət. Əməllər niyyətlərə görədir. Allah Azze ve Celle istəyirəm ki, bizi eşitib fayda alanlardan etsin, bizi xeyr üzərində etsin. Bu əməlləri ixlas üzərində olmaqla bize nəsib etsin. Həqiqi düşmənlərimizi düşmən olaraq qəbul etməkdən və insanlarla gözəl davranıb Allahın da bizə eyni şəkildə gözəl davranmasını Allah Azze ve Celle'dən istəyirəm. Sallallahu aleyhi ve sellem Muhammed ve aleyhi ve sahbihi ve sellem.